Salam, hörmətli dinləyicilər. Gəlin sizlə maraqlı bir həndəsə sualına baxaq. Əvvəlcə tapşırığın şərtini oxuyaq, sonra tapşırığı həll etməyə çalışaq. Şəkildə ortaq küncləri C nöqtəsi olan A, B, C və D, Y, C düzbucaqlı bucaqlar verilmişdir. AD bərabərdir YC, o da bərabərdir 1. Bucaq AYD 30 dərəcə olduğuna görə DC parçasının uzunluğunu tapın. Gəlin bu məsələni biz həll etməyə çalışaq. Biz bu şəkildə AYD kör bucaqlı üçbucağının YD tərəfinin uzantısını çəkək. Deməli, həmin bu uzantıya A nöqtəsindən bir hündürlük endirək və bu hündürlüyün oturacağını K ilə işarə edək. AK-nı bir X ilə işarə edək. Onda üçbucaq AKY-də AY 2X olar. Digər tərəfdən üçbucaq AYC-də bucaq AYC 120 dərəcədir. Biz şəkildən görürük. Onda onun qonşusu, yəni bu bucaq 60 dərəcə olar. Onda üçbucaq ABY düzbucaqlı bucaq olduğundan bu bucaq 30 dərəcə olar. Onda üçbucaq ABY-də AY 2X-dirsə, onda 30-un qabağındakı X olar. Onda 60-ın qabağındakı X kökdə 3 olar. İndi digər tərəfdən DY-ni bir Y ilə işarə etsək, və bu bucaqları da bir alfa desək, görərik ki, üçbucaq DYC oxşardır üçbucaq AKD-yə. Onda bu bucağa biz bir beta desək, onda bu bucaq da beta olar. İndi bu oxşarlıq münasibətindən biz Y-i tapmağa çalışaq. Yazaram ki, 1-in nisbəti Y-ə bərabərdir. X-in nisbəti 1-ə. Buradan alaram ki, XY bərabərdir 1-ə, Y bərabərdir 1 bölə X-ə. Digər yandan biz baxsaq ABC üçbucağına, üçbucaq ABC-yə baxsaq, deməli, buradan Pifagor teoreminə görə yaza bilərik. X kökdə 3-ün kvadratı üstə gələk X üstə gələk 1-in kvadratı, katetlərin kvadratlarının cəmi bərabərdir hipotenuzun kvadratına. Bərabərdir 1 üstə gələk 1 bölək X-in kvadratına. İndi biz bu tənliyi həll etsək, yazıram ki, X kökdə 3-ün kvadratı edir, 3X kvadratı X kvadratı üstə gələk. Müxtəsər bir mod üstünə görə X plus 1-in kvadratını açsam, X kvadratı plus 2X plus 1. Sağ tərəfi də bərabərin sağındakı ifadəni də müxtəsər bir mod üstünə görə açsam, olar 1 üstə gələk 2 bölə X üstə gələk 1 bölə X-in kvadratı. İndi aldığım bu tənliyi kəsirdən qutarmaq üçün x kvadratına vurub kəsirdən qutarıram. Onda
Bu toplananların hər birini x kvadratına vursam alaram 3x üssü 4 üstə gələk x üssü 4 üstə gələk 2x kubu üstə gələk x kvadratı bərabərdir x kvadratı plus 2x üstə gələk 1. Bu x kvadratları islah olar. 3x üssü 4 üstə gələk x üssü 4 üstə gələk 2x kubu çıxaq 2x çıxaq 1 bərabərdir 0. 3x üssü 4 üstə x üssü 4 gələndə 4x üssü 4 4x üssü 4 üstə gələk 2x kubu çıxaq 2x çıxaq 1 bərabərdir 0. İndi burada qruplaşma aparsam buradan 4x üssü 4 4x üssü 4 üstə gələk 2x kubu bunları bir qruplaşdırıram. Bu 2x plus 1'də bir qruplaşdırıram bərabərdir 0'a. Buradan 2x minus 1'i bir qruplaşdırıram. Hər ikisi mənfi olduğuna görə mötərizənin içərisinə girəndə işarə əksinə dəyişir olur. Mötərizənin içində 2x plus 1. Buradan x kubun ortaq vuruq çıxarsam, daha doğrusu 2x kubun ortaq vuruq çıxarsam, burada qalar x plus 2x plus 2x plus 1 çıxaq 2x plus 1 bərabərdir 0'a. 2x plus 1'i ortaq vuruq kimi çıxarsam, burada alaram ki 2x kubu çıxaq 1 bərabərdir 0'a. Onda buradan 2x plus 1 bərabərdir 0'a. Buradan x bərabərdir mənfi 2'də 1'ə. Bizə bu kök lazım deyil. Digər yandan 2x kubu minus 1 bərabərdir 0'a. Buradan 2x kubu bərabərdir 1'ə. Buradan da x kubu bərabərdir 1 bölü 2'yə. Buradan da x bərabərdir 3-cü dərəcədən 1 bölü 2 kök altında. Buradan da x bərabərdir 3-cü dərəcədən 1 bölü 2. Bu da bərabərdir 1 bölü kök altında 3-cü dərəcədən 2. İndi bizdən DC-ni tapmaq tələb olunurdu. DC də y-ə bərabərdir. Y özü nəyə bərabərdir? 1 bölü x-ə bərabərdir. Onda y özü 1 bölü x-ə bərabərdirsə, gətirib burada yerinə yazsaq, yəni aldığımız ifadə x almışam 1 bölü 3-cü dərəcədən kökdə 2. Onda biz y bərabərdir 1 bölək x-in yerinə 1 bölək 3-cü dərəcədən kökdə 2. O da bərabər olar 3-cü dərəcədən kökdə 2. Yəni y bərabərdir 3-cü dərəcədən kökdə 2. Bu isə C variantına uyğun gəlir. Maraqlı tapşırıq idi. Diqqətinizə görə sağ olun. İnşallah yeni videolarda görüşərik.